videoları qarşıma çıxır. Rus dilində əsasən mən Rus Rusiyada qaldığıma görə. Bu ümumi və xüsusi də misal üçün müşrikin təkfiri barədə. Bəli. Bu necədir? Onu bir də açıqlaya bilərsiniz Əhməd? Yəni konkret sual nədir? Konkret yəni misal üçün deyirlər ki, Allahdan qeyrisinə ibadət edən fərdən və ümumən yəni müşrikdir də. Yəni. Bu xətadır. Birinci sual budur ki, şəriətdə ümumi hökmlərlə xüsusi hökmlər, yəni belə bir şey varmı ki, yəni ümumi hökmlərlə xüsusi hökmlər arasında fərq? Cavab budur ki, var. Bunda ixtilaf yoxdur ümumiyyətlə. Cahilliyi üzr görən alimlər də, üzr görməyən alimlər də hamısı bunda ittifaq edir. Bunda ixtilaf yoxdur. Bu sünnə ilə sabitdir. Misal üçün adi bir misal deyək də. Peyğəmbər sallallahu aleyhi və səlləm şərab üstündə 10 nəfəri lənətləyir. Məşhur hədisdir. O çəkən, daşıyan, içən, qonaqlığını verən, satan, alış-verişini eləyən, alan, düzdürmü? Onlardan da biri içən. Və Səhih Müslimdə hədisdə gəlir, sahabelərdən biri içir və Allah Rasulunun yanına gətirəndə biri lənət oxuyur. Belə baxanda hədisə əməllədir ya yox? Hədisə əməllədir. Allah Rasul demişdi axı, içən lənətlənir, bu da içən lənətlədir. Allah Rasul nə dedi? Dedi, onu lənətləmə, çünki Allah və Rasulunu sevir. Deməli, qəlbində olan Allah sevgisi, Rasulluq sevgisi xas olaraq ona lənətin enməsinə mane olur. Bəs Allah Rasulü aleyhissalatü vesselam demişdi axı, içənə Allahın lənəti. Bu ümumi hökmdür. Amma burada xas bir adamdan, Əlidən, Vəlidən, Muhammeddən söhbət gedir. Burada heç bir ixtilaf yoxdur. Ola bilsin, sənin sualın budur ki, bir adam tutaq ki, böyük şirk eləyirsə, o böyük şirk eləməyi ilə, yəni artıq mütləq dindən çıxır, yəni biz ona müşrik deyə bilərik ya yox. Cavab budur ki, deyə bilərik. Deyə bilərik. Amma haçan onun dindən çıxması yəqin bilinəndən sonra. Və sualı belə qoyaq. Böyük şirkdə cahillik üzürdür ya yox? Cavab budur ki, böyük şirkdə cahillik üzürdür. İxtilaflı da yoxsa? İxtilaflı deyil. Əhl-i-Sünnə bunda icma edib. Mən əksi misal üçün mötəbər alimlərdən yox, Əhl-i-Sünnə bunda icma edib. Ora gələm. Əhl-i-Sünnə bunda icma edib. Yəni söhbət hansı mövzudur? Söhbət cahilliyin üzr olması mövzusu. Bunda Əhl-i-Sünnə icma edib. Məsələn, biri Allahın ərşin fövqündə olmasını və istavanı inkar eləsə cahilliyindən, bu onun üçün üzr sayılır ya yox? Üzr sayılır. Belə görək, yəni biz əşəri maturidiləri o görə misal təkfir eləmirik. Amma söhbət ibadətdən misal. İndi o deyirəm. Yox, biz sənəm gəlirik növbə-növbə. Biz birinci ümumi danışırıq da, deyirik ki, əl-udhr bil-cəhil. Cahillik üzrdür ya yox? Hansı məsələlərdə? Əqidə məsələlərində. Əqidənin əsli məsələlərində. Aydındır? İndi sual, Allahın ərşin fövqündə olması əqidə məsələsidir? Əqidənin əsli məsələlərindəndir? Böyük məsələlərdəndir? Ayrı məsələdir, Allahın ərşin fövqündə olması elə bir məsələdir ki, Quran, sünnə, ağıl, fitrət, his, hər şey ona dəlalət edir. Düzdürmü? Amma indi dedik ki, Əhl-i-Sünnə alimləri ittifaq edib ki, kimsə bunu inkar edər, məsələn, əşarilər kimi, maturidlər kimi, Əhl-i-Sünnə onları təkfir eləyir, eləmir. Deməli, icma oldu, olmadı? İcma oldu. İndi gəlir ora. Yox, gəlir ora. Ad və sifətlərə misal. İndi gəlirik. Ad və sifətlər məsələsi deyil. Məsələ belə deyil. Məsələ belədir ki, əqidənin əsli məsələlərində cahillik üzr oldu, olmadı? Oldu. İttifaq oldu, olmadı? Oldu. Deməli, cahilliyin üzr olmasında, özü hansı məsələdir? Əqidənin əsli məsələlərində cahilliyin üzr olmasında ittifaq elədik, elədik. İndi bu ittifaqdan sonra tutaq ki, bir nəfər, bir alim gəlir deyir ki, şirk məsələlərində mən üzr görmürəm. Bu icmaya zahirən müxalif söz dedi ya yox? Dedi. Dəlil nədir? Yəni dəlili görmürəm deyən gətirir. Görən deyən yox. Görən deyən dəlil gətirir. Nə? İcma. Qabaqcadan dedim axı. Məsələn, mən desəm ki, cahillik üzrdür şirkdə, deyirsən ki, dəlil nədir? Dəlilim icma. İttifaq eləmişik ki, dinin əsli məsələlərində cahillik üzrdür. İttifaq eləmişik. Sən ki deyirsən, çünki artıq sən ki deyəndə ki, səndən söhbət getmir. Ümumiyyətlə, yəni kimsə Əli gəlib deyəndə ki, yox, məsələn,
böyük şirkdə cahillik üzr deyil. Aha, bu yeni bir şey gətirdi. Bundan dəlil tələb olunur. Çünki o məsələni icmadan kənara çıxartdı. Dedi ki, icma buna aid deyil. Fikrimi çatdıra bilirəm? Dəlil nədir? Dəlil nədir ki, və ya bu ayrımın dəlili nədir ki, Allahın ərşin fövqündə olmasını inkar edən üzürlü sayılır. Allahdan başqasına bilməməzlikdən, bunu din bilərək, təvil edərək, cəhalətindən Allahdan qeyrisinə qurban kəsən üzürlü sayılmır. Hətta müqayisə eləsək, bu bundan ağırdır. Yəni ona baxanda gərək onda üzr görməyək. Niyə? Çünki bu elə bir məsələdir ki, adama deyərlər ki, hətta Quran ayəsi, Peyğəmbər hədisi olmasa belə, sənin hissin, sənin fitrətin, sənin ağlın da ona dəlalət edir. Aydındır? Ona görə sual budursa ki, cahilliyin üzr olması, cahillik üzrdə əhl-i-sünnənin icması ilə. Kim buna müxalif söz deyirsə, icmaya müxalifdir və ondan dəlil tələb olunur. Kimliyindən asılı olmayaraq. İstəyir cahil olsun, istəyir alim. Üzr istəyirəm, bəs alimlər var. İstəyir cahil olsun, istəyir alim. Onlar həmin o məsələdə Alim özü alimlərdən kimsə nəsə deyə bilər. Düzdürmü? Alimin sözü hüccətli yoxsa dəlili. Tutaq ki, misal üçün, məsələn, biri deyəcək ki, filan alim belə deyir. Mən də deyəcəm, filan alim də belə deyir. Biz futbol oynuyoruz, yəni yarışa çıxmışıq. Sən birini deyəcəksən, mən beşini deyəcəm. Aydındır. Ona görə, məsələn, biz belə baxanda son dönəm, yəni belə deyək də, Hicaz alimlərindən bəzilərini, məsələn, çıxsaq, çünki Hicaz alimlərinin masada ixtilaf ediblər. Ondan qabaq ki, alimlərdə bu ixtilafı biz görmürük. Məsələn, götürək İbn Teymiyyə, İbn Qeyyim. Belə deyək də, sələflərin hamının kimliyindən asılı olmayaraq müraciət elədikləri yer. Düzdürmü? İbn Teymiyyə rəhməhullahın kitabları doludur. Şeyxin kitabı var, Əl-İstiğathə fi-r-radd aləl-Bəkri. Kitabın adı da üstündədir. Əl-İstiğathə. Bu Bəkri kim olub? Cahil olmuyor. Alim olub. İslam alimlərindən, özünü əhl-i sünnətə nisbət edən alimlərdən, əşarilərdən quburu olub. Qəbirlərə ibadətə çağıran olub. Elə kitabın da adı budur. Əl-İstiğathə. İstiğathə imdad diləmək, mədət ummaq. Hansı mövzuda? Fir-radd aləl-Bəkri. Bəkriyə rəddiyə babında. Orada İbn Teymiyyə rəhməhullah 411-ci səhifədə deyir ki, biz Allah Rasulunun təliminə bələd olandan sonra, indi tərcümə deyirəm, qətiyyətlə bilirik ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ümmətinə hər hansısa bir ölüyə fikir verin. Hansısa kiçik misalları vermir ha. Bildiyimiz böyük şirklər. Ölüyə, hər hansısa bir ölüyə, nə peyğəmbərlərə, nə salihlərə, nə də başqalarına dua etməyi icazəli görmür. Nədən danışdı? Ölüyə dua eləmək. Peyğəmbərdən, salihdən, ölülərdən mədət ummaq. Onlara birbaşa dua. Sonra, istər bu dua istiğathə formasında olsun. İstiğasə, yəni yardım diləmək. Və ya başqa formada. Məsələn, istiadə deyir. Yəni sığınmaq. Və ya mədət ummaq. Fərqi yoxdur. İmdad diləmək, yardım diləmək. Bildik bunu. Həmçinin o, Allah Rasulü ümmətinə ölmüş bir şəxsə və ya ölü üçün səcdə etməyi icazəli görməmişdir. Misalları fikir verin. Ölüyə səcdə, yəni ölü, cənazə və ya qəbir, ona səcdə və ya ölü üçün səcdə. Ola bilsin, ölü qabağında deyil, evdəsən, amma o qəstlə ki, bir dənə səcdə edirsən, hansısa babaya səcdə qəsti ilə, Allaha səcdə qəsti ilə yox. Və ya qəbir qabağındadır, ölü qabağındadır, birbaşa ona səcdə. Səcdədən də o yanası yoxdur, aydındır. Və biz bilirik ki, bu cür əməllər hamısı qadağan olunub və bütün bunlar Allahın və Peyğəmbərinin haram etdiyi şirk növündəndir. Aydındır. Lakin, Şeyxülislam deyir, son dönəm, bu ələm öz zamanından danışır. Və Şeyxülislam rahimehullah elə bir zamanda yaşayıb ki, bildiyin İslam alimlərinin, İslam dahilərinin həyatda olduğu vaxt olub. İndi burada ölkələrin adını çəkmir, başqa yerdə ümumiyyətlə deyir, Şamda, Misirdə, öz yaşadığı torpağı deyir. Hansısa səhradan danışmır, hansısa bədəvinin torpağından danışmır.
hansısa əcəmin torpağından danışmır. Ərəblərin yaşadığı, İslamın mərkəzi olan şəhərlərdən danışır. Ad və ad çəkir. Elə. Deyir, lakin deyir, son dönəm insanların çoxunda cəhalətin üstünlük təşkil etməsi və şəriətin həqiqətindən qəflətdə qalmaları səbəbilə bütün bu əməlləri, səcdə, imdad və s. edənləri təkfir etmək mümkün deyil bizə. Belə də deyir. Onları İslam dairəsindən çıxarıb, onların müşrik, kafir olmalarına hökm vermək mümkün deyil. Yəni, o dövrdə bu belə olubsa, indi ümumiyyətlə mövzudan heç danışmağa ehtiyac yoxdur. Və sonra nə deyir? Ta ki, onlara Peyğəmbərin şəriətinin bu cür əməllərə zid olduğu tam şəkildə aydın olana qədər. Həttə yətəbəyyən ləhum. Hətta bu İbn Teymiyyənin bu kəlməsi ki var, həttə yətəbəyyən ləhum, bu kəlmənin üzərində ciddi qırğınlar gedib. Yəni, nə mənada? Çünki həttə yətəbəyyən ləhum, biri var desəydi ki, həttə yübəyyən ləhum, yəni, bunları təkfir eləmək mümkün deyil, hətta onlara bəyan olana qədər. Bir də var deyir ki, yətəbəyyən ləhum, onlara aydın olana qədər. Arasında fərq nədir? Yübəyyinlə yətəbəyyən. Biri var ki, mən gəldim, dedim ki, bu şirkdir. Bəyan elədim, eləmədim. Qəbul eləsə də, eləməsə də bəyan hasil oldu. İbn Teymiyyə deyir ki, bu kifayət deyil. Hətta bəyan kifayət deyil. Bəs nə olmalıdır? Hətta yətəbəyyən ləhum. Hətta onlara yox, qəbul yox. Ola bilsin, inadından qəbul eləmir. Hətta aydın olana qədər. Ola bilsin, sən bəyan etmirsən, amma aydın olmuyor. Ona görə hətta Hicaz alimlərindən, bax, Hicaz alimlərindən, bəziləri deyib ki, İbn Teymiyyənin bu yazısında əsl budur ki, yübəyyən, yətəbəyyən tığını deyir, zındıqlar əlavə edir. Çünki bu kəlmə elə bir kəlmədir ki, yəni əl-qol bağlı qalır. Bu da əbəsdir bu iddia. Çünki bu kitabın əl yazmaları ortadadır. Ona görə bu kitabı təhqiq edənlər İbn Teymiyyənin bu kitabını əl yazmalardan sübut eləyiblər ki, burada hətta yətəbəyyən ləhumdur. Və bunun ən bariz nümunəsi, bu sualı 3 il bundan qabaq Şeyx Barraka veriblər. Rəsmi saytındadır. Rəsmi saytından götürmüşəm. 3 il bundan qabaq. Şeyx indi də sağdır. Bu sualı veriblər ki, İbn Teymiyyə rəhməhullahın bu sözünü göndəriblər Şeyx Barraka. Şeyx, burada Şeyxülislam nəyi qəsd edir? Deyəndə ki, biz onları təkfir edə bilmərik. Çünki bəziləri indi İbn Useymindən eşidəndə, Şeyx Sa'didən eşidəndə, Abdurrazzaq Afifidən eşidəndə, Abdurrahman Əl-Muallimidən eşidəndə, Albanidən eşidəndə deyirlər ki, müasirlərdir də. Belə. Amma İbn Teymiyyə gələndə, İbn Qeyyim gələndə istər-istəməz qalır belə. Onda da nə deyirlər? Deyirlər ki, İbn Teymiyyə burada deyəndə ki, onları təkfir etmək olmaz. İbn Teymiyyə rəhməhullah demək istəmir ki, onlara bu dünyada müşrik demək olmaz. Yox. Təkfir etmək olmaz, yəni axirətdə. Biz də onu göstəririk. Yəni axirətdə. Yox. Deyirəm ki, bəziləri İbn Teymiyyənin sözünü bu cür təvil edirlər. Bu təbii ki, batildir. Çünki təkfir bu dünyaya aid olan hökmdür. Üzr istəyirəm. Təkfir bu dünyaya aid olan hökmdür. Aydındır. Bu cür ayrım. Niyə belə ayrım edib? Çünki bu özü belə etiqad edir. Elə bilir ki, hər belə deyən bu etiqad üzərindən deyir. Əl-mühim. Bu sözü Şeyx Barraka rəsmi saytında sual verirlər. Deyirlər ki, Şeyx, sual verən deyir. Deyir Şeyx, İbn Teymiyyə rəhməhullah burada deyəndə ki, biz onları təkfir etmirik. Yəni İbn Teymiyyə rəhməhullah demək istəyir ki, yox, onları bu dünyada kafir görürük, amma axirətlərinə hökm vermirik. Bunu qəsd edir. Aydın oldu. Şeyx Barrak da deyir, yox. Deyir, yox, İbn Teymiyyənin sözündə belə bir şey yox. Yəni onları təkfir etmirik, yəni onlar müsəlmandılar və bu dünyada onlarla müsəlman kimi müamilə edilir. Aydındır. Və sonra bu geniş şəkildə cavab verir. Və sonra Saudiyada birisi var, təkfirçi, Cərbo adında, Şeyx Barraka rəddiyə verib ki, adını da belə qoyub,
İbn Teymiyyə sözünü başa düşməyib. Şeyx Barrak. Dünənəcən fəzilətli şeyx deyirdi. Yəni sən Carbon başa düşmüsən İbn Teymiyyə nə deyib? Deməli Şeyx Barrak başa düşməyib. Dünənəcən də fəzilətli şeyx idi. Niyə? Çünki nəfsinə uyğun gəlməyib. Və də Şeyx Barrak bu sual cavabı saytında yerləşdirəndə belə yerləşdirib ki, Təhrir məzhəbi İbn Teymiyyə fi məsələtul uzr bil cəhl. El-uzr bil, yəni cahilliyin üzr olması məsələsində İbn Teymiyyənin məzhəbinin təhlili. Şeyx Barrak da əqidə məsələsində məlumdur. Ödə Şeyx Barrak əslində cahilliyi üzr görmür ha. Şeyx Barrak özü cahilliyi üzr görmür əslində. Amma adilliyi baxımından etiraf edir ki, İbn Teymiyyə üzr görür. Bu da bunun sözü bu mənadadır. Söhbət bundan gedir. Onlar mənim deyir, nə dəlil gətirirlər? Deyirlər ki, biz cəzanı tətbiq etmirik. Hüccət qalxmamış. Amma ya belə ya elə müşrikdir. Dəlil də gətirirlər ki, müşriklər səndən aman istəsə, onlara aman ver. Onlar bir cahil qoyumdular. Deyir, biz cəzanı tətbiq eləmirik. Amma nəsihət olundu, olunmadı. Burada dəlil hardadır? Söz oğru götürür. Burada dəlil hardadır? Deyir, Allah müşrik adlandırır onları. Niyə? Belə deyirlər, mən bilmirəm. Dəlil niyə səhvdir? Baxın, bu ümumiyyətlə bizim danışdığımız, o gətirilən ayə var ha, bizim danışdığımız mövzudan tamamilə kənar ayədir. Niyə? Bizim danışdığımız mövzu nədir? Zalim. Hə? Adam müsəlmandır və özünü İslama nisbət edir, şirk elədi. Sual budur ki, dindən çıxdı ya çıxmadı. Bu gətirdiyin ayədə bunlar əsli müşriklərdir ya yox? Əsli elə bil ki, biri dəstəmaz alıb. Sual verir ki, bir şey oldu, dəstəmazın pozuldu ya yox. Bir də var ki, əslən adamın qusulu yoxdur. Aydındır? İndi o ayəni, bu məsələ nə aidiyyəti oldu? Bu bir. İkincisi, əksinə İbn Teymiyyə Rahmanullahın məzhəbini bilən bir adam, İbn Teymiyyə məzhəbini bilən bir adam bilir ki, İbn Teymiyyə əksinə, bax məsələn, dünya axirət hökmünə qalanda. Məsələn, İbn Teymiyyə Rahmanullah namaz qılmayanı kafir görən alimlərdəndir. Namaz qılmayanı kafir görən alimlərdəndir. Düzdürmü? Nə deyir? Deyir ki, nə qədər ki, namaz qılmayan şəri məhkəmədə qazı önündən çıxarılmayıb, namaza dəvət edilməyib, ona bu hökm verilmir. Ona müsəlman kimi müamilə edilir, həm sağlığında, həm də öləndən sonra. Sonra nə deyir? Deyir, hətta ola bilsin qiyamət günü Allahın hüzuruna kafir kimi gələ bilsin. Ola bilsin qiyamət günü Allahın hüzuruna kafir kimi gələ bilsin. Amma bu dünyada müsəlman kimi müamilə edirik. Niyə? Şəri məhkəmədə şəriət qazisinin önünə çıxarılmadığına görə. Nə qədər ki, özünü İslama nisbət etdiyinə görə. Həm sağlığında, həm də vəfatından sonra. Sağlığında necə? Deyir, ərlə arvadın arası ayrılmır. Öləndən sonra cənazəsi yuyulur, kəfənlənir, cənazə namazı qılınır, müsəlman qəbristanlığında da bastırılır. Kimin? Namaz qılmayanın. Ya Şeyxülislam, namaz qılmayan sənə görə kafirdir deyib, bəli, müsəlman kimi müamilə edilir bu dünyada. Tam əksidir. Tam əksidir. Başa düşürsünüz? Biri var deyəsən ki, bu dünyada kafir kimi müamilə edirəm, axirətini Allaha həvalə edirəm. Tam əksidir. Niyə? Çünki mənə elə onun bu dünyadakı hökmü lazımdır ki, ona mən necə müamilə edeyim? Bir adamın axirət hökmün mənə nə adiyyatı var? Qiyamət günü hərə öz hayında, öz heyində olacaq. Başa çatdıra bilirəm fikrimi? Bu dünyada adamın hökmü mənə lazımdır. Məsələn, münafiqləri götür. Münafiqlər qiyamət günü Allahın hüzuruna kafir kimi çıxacaq ya yox? Amma bu dünyada görsə müsəlman kimi müamilə edilir. Vəssalam. İslamı izhar elədiklərinə görə. Özlərini, bəli, zahirən İslama nisbət elədiklərinə görə müsəlman kimi müamilə edirik. Qutardı. Bizə bu dünyada onun hökmü lazımdır. Bu dünyada o müsəlmandır ya kafirdir. Aydındır. Amma demək ki, yox, bu dünyada mən onu müşrik görürəm. Axirət halını tapşırıram Allaha. Bu tam onun əksidir. Bəli. Bir də belə bir bölgü bölürlər. Yəni Allah Subhanahu taalanın bayaq o əşq məsələsi dediniz. O biraz qeybi məsələdir, belə deyək, biraz gizli məsələdir. Niyə gizli? Açıq məsələlər. Niyə gizlidir? Zaruri ilə şey deyirsən də xəfi. Böyük şirkdə misal üçün alimlər gətirəndən deyir ki, üzr zaruri. Sual. Mənə
zahir, el-məsailu zahiri vəl-xafiyyə bir dənə dabitini dinən qaydasını. Yəni sən mənə bir dənə qayda dinən, özümüz üçün bir dənə məsələn cədvəl quraq. Xafi məsələlər, zahir məsələlər. Mənə qaydasını dinən o qayda ilə bəzi məsələləri bura salın, bəzi məsələləri bura. Buyur, qaydasını dinən. Siz bilirsiniz. Yox, mən bilmirəm. Yox, mən öyle bir bölgü bölməmişəm axı. Alimlər, bilənlər, Tamam. bizim misal üçün bilməyənlər kimdən O müraciət demirəm, etməli? o demirəm. Zikr əhlindən Yox, sən demə alimlər deyil. Denən ki, bəzi alimlər deyil. O böyük xətadır. Demə alimlər. Yəni o təkfirçi alimlər deyil axı. Ondan gedib mən dedim Şeyx Barrak cahilliyi üzr görür, görmür? Görmür. Mən dedim Şeyx Barrak təkfirçidir. Yox. Yəni bir adamın təkfirçi olub olmamağını o adamın cahilliyi üzr görüb görməməsi ilə təyinləmədik biz. Aydın oldu. Bu bir. İkinci ona görə demək ki, alimlər belə bölüblər. Xafi zahir məsələlər. Demə alimlər. Denən ki, bəzi alimlər. Tamam, bölüblər. Alim bölüb. İndi mən də deyirəm ki, sən o bölgünü bölən alimlər xafi nədir, zahir nədir, onun dabıtı nədir, qaydası nədir? Yəni, məsələn, zahir məsələlər, məsələ haçan zahir olur, haçan xafi olur. Bu məsələ izah elə. Zahir yəqin ki, cəddə Quranla, Nasla, yəni bu bildiyimiz. Allahın ərşdə olmaq Quranla sabit deyil. Onda zahir olur ki. Yəni bu şəriətdə əvvəldən yəni alimlərə ona görə təkfir eləməyiblər ki, bunlar Yox, o deyil. Yox, ona bilmirəm. O təkfirdən danışmıram. Mən deyirəm ki, zahir və xafi məsələlər. Bir dənə mən sizə bilsəm bu sualları nə verir? Mən bilirəm ki, bunun cavabını verə bilməyəcəksiniz. Ona görə vermirəm ki, sən cavab verə bilməyəsən. Yox, ona görə ki, başa salmaq istəyirəm ki, bu indi birinci adam deyilsiniz. Şablon əzbər öyrənilən sözlərdir. Bilmir nə mənaya gəlir. Məsələn, sual verir, qardaş deyirəm, zahir xafi nədir? Bilmir. Dabıtını bilmir. Aydındır. Deyəndə dedi ki, alimlər belə deyir. Tamam. Başqa vaxt Hənəfilərin gözünü çıxarırıq. Sufilərin gözünü çıxarırıq. Şeylərin gözünü çıxarırıq. Nəyə görə? Kör təqlid edirsiniz. Əgər budursa, kör təqlidin əlası da budur. Yəni necə olur ki, Şeyx Fovzan təqlid eləmək olur? Əbu Hənifə təqlid eləmək olur ümmətin imamı. Təqlid eləmir. Aha, bəs təqlid eləmiriksə, onda ittiba nədir? Dəlil üzərində alimə tabi olmaq. Bir şeyin bəyanını, izahını bilərək. Məsələn, adam deyir ki, zahir məsələlər, xafi məsələlər. Hardan götürmüsən? Filan şeyx belə deyib. Tamam, izahını ver mənə. Demirəm, ələm dəlilli. Bir dənə izah ilə görüm, zahir məsələlər nəyə deyilir, xafi məsələlər nəyə deyilir? İzah edə bilmirlər. Zahir yəni böyük şirk qəsd edir. Qardaş, mən demirəm misalını ver. Bax, mən demirəm misalını ver, izahını ver. Məsələn. Mən deyirəm ki, ibadətin tərifini ver. Sən deyirsən namaz. Mən demədim ibadətə misal göstər. İbadətin tərifini ver. Sonra misalını göstər. Görək o misal o tərifə girir ya girmir. İndi zahir məsələlər, xafi məsələlər. Birinci tərifini ver. Sonra misallarını çəkək. Görək hansı misal zahirə girir, hansı xafiyə. Buyur, tərifini ver. Bilməyəcəksən. Vəssalam. Bu təqliddir. Üzrsən, bu təqliddir. Başa düşürsünüz? Götürmüsən. Nə dəlini bilirsən, nəinki dəlini, heç izahını da bilmirsən. Aydındır necə? Buyur. Yəni biz belə başa düşmüşük ki, zahir xafi. Yəni ümumiyyətlə şəriətdə zahir xafi məsələləri var. Lakin deyilən kimi deyil. Deyilən kimi deyil. Bu varmı? Var. Var. Lakin bu məsələlər nisbi məsələlərdir. Necə nisbi? Zamana görə, məkana görə, şəxsə görə dəyişən məsələlərdir. Mənə görə zahir olan, sənə görə xafi ola bilər. 10 əsr bundan qabaq zahir olan bir şey bugün xafi ola bilər. Saudiyada zahir olan bir şey Azərbaycanda xafi ola bilər və ya əksinə. Bunlar nisbi məsələlərdir. Adi bir misal. Bayaqları Allahın uluv, Allahın ərşin fövqündə olması məsələsi əslində şəriət qaydalarına qaytarsaq ən zahir məsələlərdəndir. Niyə? Quran, sünnə, ağıl, his, fitrət, hər şey buna dəlalət edir. Bir şey ki, Quran, sünnə, ağıl, fitrət, his ona dəlalət edir. Və sən buna deyirsən, bu xafi məsələ. Əgər bu xafidirsə, onda zahir yoxdur ki, şəriətdə. Başa düşürsünüz? Yəni, zahir axtarırıqsa, zahirin əlası budur. Zahirin əlası budur. Allahın ərşin fövqündə olmasına. Niyə görə təkfirləmirik əşarilərini, maturidiləri? Zahir məsələdə küfrə giriblər.
Zahir məsələdə. Zahir məsələ axtarırsa bundan əlası yoxdur. Əgər bu xafidirsə, onda dində zahir məsələ yoxdur. Amma nisbi olduğunun misalını verim və ya dəlilini. Bax, gör bu məsələ necə zahir məsələdir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm qoyun oturan çobandan, cariyədən soruşur ki, Eynəllah nə deyir? Allah hardadır, nə deyir? Fissəmə. Bugün Əl-Əzharın şeyxinə deyirsən, Allah hardadır, deyir, bilmirəm. Peyğəmbər cəmiyyətində böyüyən çoban qadın Rəbbinin harda olduğunu bilir. Bugün akademik Əl-Əzharın şeyxi Rəbbinin harda olduğunu bilmir. Quranda əzbər bilir, Buxari Müslimi də əzbər bilir. Fikir verin. Allah Resulü aleyhissalatu vesselam'ın zamanında zahir olan bir məsələ bugün hansı professora necə xafi qalıb? Aydın oldu, xafi zahir necə nisbidir. İndi həmçinin bu şirk məsələsidir. Adam gedir pirdə, Allahdan qeyrisinə qurban kəsir. Gəlir evinə, deyirlər ki, hardan gəlmirsən? Deyir, pirdən. Deyir, Allah qəbul etsin, Allah razı olsun. Adam elə bilir ki, Allaha yaxınlaşdıran bir əməl edib. Bu adam elə bilir ki, Allahın dinindən olan bir əməli edib. Allahın dinindən bilib edib bunu. Bu cahildir. Söhbət bundan gedir.